Daşlar Daşkəsəndən gəlibdir. Bu da müşahada kəsiləcək inşallah. Müşahada uşaqlar gətirdik. Bugün boşadı. Allah qoysa sabahların daşları başlayacaq. Burada da daşların cilalanması üçün işlər gedilir. Həsənov Türyan Tacıoğlu Mingəçevir şəhərində qəbir məzar daşlarının hazırlanması ilə məşğulam. Bax bu gördüyünüz bu sexdə yeni götürmüşəm bu sexi işlədirəm. Allahın köməyi ilə. Yəni yatmış sex idi. İndiyə qədər də iş getmirdi. İndi istəyirəm ki, buranı işlədəm, cəmaata xidmət göstərim, insanlara xidmət göstərim. Sizmi bura yatmış sex idi. Ona görə də insanlar az gəlir. Məsəl üçün məni burada görəndən sonra məni tanıyan çoxdur. İstər-istəməz iş getsə, əgər burada cəmaat görəcək, məsəl üçün müraciət eləyəcəkdi. Şəhərin ən böyük qəbirstanlıqlarından biridir. Təbii ki, burada burada məsəl üçün o qədər qəbir daşlanır. Plusda ki, burada qəbirlərin çoxsu dağılıbdı, nə məşğulluqdur, baxımsızlıqdan da nəsə sel gəlibdi. Həm də biz burada necə deyirlər, restavrasiya ilə də məşğul oluruq. Yəni ki, qəbirlərin yenilənməsi ilə də məşğul oluruq ki, kimin məsəl üçün qəbri dağılıb, tökülübdürsə, gəlib müraciət eləyirlər, axtarırlar, tapırlar məni, nömrəmi də yazmışam, bura çox müraciət eləyiblər. Yəni Allahın köməkliyi ilə istəyirik ki, işə başlayaq, Allah qismət eləsə. Peşəkar mütəxəssis kimi indi burada baxırıq ki, artıq müəyyən daşlar məhsul da ki, bəli. Hansı ölkələrdən, hansı tip daşlar, hansı tip daşlara ümumiyyətlə insanların bu dəqiqə ehtiyacı var? Bax, məsəl üçün əsas daşkəsən mərmərləridir. İrandan gəlir, sonra Ukraynadan gəlir, Hindistandan gəlir. Hər yerdən mal gəlir. Məsəl üçün indi müştərisinə görə məsəl üçün qiymətlər olur da. Məsəl üçün qiymətləri məsəl üçün elə tənzimləyirik ki, kimisə gücü çata bilsin. Məsəl üçün hansı civarda o qiymətlər tənzimlənir? Məsəl üçün yerli daşlar, yerli daşlar məsəl üçün hardasa düzəliş qiymətləri hardasa məsəl üçün 500 manatdan 1500 manat arasındadır. Qara mərmərlərdə 1500-dən üz yuxarıdır. Kim necə istəsə o cürə zakaz eləyə bilir də yəni. Məsələn, öz təcrübənizdə ən maksimal qəbir üstü abidə neçəyə hazırlana bilib? Valla onu indi o necə deyərlər, o cürəbəcərə qiymətə düzəldir. 2000-ə düzəldirlər, 3000-ə düzəldirlər. Cürəbəcərə qiymət düzdür indi və s. məsəl üçün belə qiymətə düzəlir daşlar. Daha çox nələ, hansı daşlara üstünlük verir insanlar? Daha çox bu dəqiqə məsəl üçün orta daşlara məsəl üçün üstünlük verirlər ki, Ukrayna daşına, məsəl üçün daşkəsən daşına üstünlük verirlər də. Hazırlıq müddəti sifariş qəbul olunandan sonra bəli, əgər vaxta çəkir? Biz məsəl üçün burada 40-ına qədər işçi zakazı götürürük, təhvil veririk. İşi götürürük, 40-ına qədər götürürük, təhvil veririk, 40-ına qədər üstündə olur. Bizdə adət belədir ki, iş 40-ına qədər tamam olmalıdır. Yəni hər şey yüksək dərəcədə əlimizdən gəlir, Allah'a şükür. Şəhərdə də hamı məni tanıyırlar. Bir yaxşı, sözünə düzgün adam kimi də. Yəni özümü tərifləmək biraz yaxşı çıxmır da, amma indi cəmaatın insanların gözü tərəzidir. Yəqin görürlər. Xeyirli olur.